Hollywood Sarayın baş sponsorluğu, Roverland'in sponsorluğu ile Bir Dəfə Hollywood'da serialı başladı. Şunlara ne oldu? Telefonum hanım. İlin günün bu vaxtı, bu ne işıq sönməcidi belə. Özdə bir ay qabaqdan vermişəm işığın pulu. Bir dənə şey çıxardalar, adam pılı ilə günəşin də pulun verə qabağzadan. Deyə qoy, yansın paslayanlar. Ya bahalı qonşuların ola, onlar ödəyə, səhər içində yana. Harı ödəyir, onlar heç yolu asfalt çəkməyirlər. Mümkün bir de ne olur? Bir de her şey icazı verin. Kız Allah'ım yok. İçti. Bir de icazı verin. Her şeyi sevimli arvadıma itiraf edeyim. Sonra ben canımı alın. Onda işim yüncül olar da, yüncül olar da. Evvelden değilsen akıyorsun. Ay Namidar. Namidar mənim. Sen kimsen? Mənim də sevimli arvadın. Bəs deyirdin 20 dənə qızın içindən seçərəm, sən indi 20 kvadratlıq otaqda məni tanımırsan. Ne cümləsən sən ha? Bu nədir belə? Maska eləmişəm də. Maska nə da? Tanımağına tanıdım ya. Ürək burada olur. Ay, 100% tutdum mən. Mənə qınama, mən işdən gücdən başımı təmizdirmişəm. Mən günümə bax, mən gündə 3000 adam görürəm. Mənə qınama, mən gör nə gün deyəm. Elə bildim, dalımca gəliblər. Hardan? Korrupsiyadan. Az hardan olacaq? Elə bildim, gəlib də, Əzrail gəlib dalımca. O, tutsun belə bitdi olaq o. Dedim, apardı da mən. Ay Namidar, sən dedin ki, sevimli arvadıma etiraf eləyəcəkdim. Nəyə etiraf eləyəcəkdin? Nə deyəcəkdim mən? Nə etirafı? Elə dedin də. Mən dedim. Etiraf. Mən. Nə derdim ha mən ha? Az qutar o demirəm. Nəyi? Az yox demirəm, salla bilmə şey eləmə, üz vurma demirəm. Ay Namidar, de görüm də nə deyirdin? Allah eləmə, deməyəcəm, yox. Yaxşı, Deyəcəkdim ki, səni hamıdan çox istəyirəm. Dur ne oyna? Can, kurban olar səni arvadın. Sevimli arvadın. Eləmə, xahiş edirəm. Öpmə, xahiş edirəm, öpmə də. Öpmə. Üzün qara buradı, yaxılacaq tümbədənmə, eləmə də, xahiş edirəm. Paltarım, paltarım, git üzün yox. Yo, mən yuan dörüm, qoy Yox da, sən yuan dörsün, sən paltar yuan dörsün, sən qadınsan, git başa dönürüm, git. Eləmə, git. Sən bugün necə romantiksən hala. Eləncə Allah mənə. Hər üzümü yum gəlir. Mütləq, sizə də optitim. Yaxşı, hər üzümü yum gəlir ama Namidar. Yox, gəl, buradayam, uzanmışam. Gəl. Başımdan tabanımacan tüm ter aktı ya. İnşallah ki bu ancaq tərdir də. Başqa şey deyil. Yox, tər deyil bu.
Əlbəttə, şəhərin mərkəzində böyük bir obyektdir. Sizə inandırım ki, belə fürsət ələ düşüləcək. Bəli, bəli. Bilirsiniz necədir? 2 nəfər belə rahat da olmasa belə otura bilər. Amma 1 nəfər yarım belə uzana bilər də. Bəli, bəli. Bir də bir şey var ki, gecələr bir balaca səs-küylü olur. Bilirsiniz niyə görə? Yanında restoran var. Amma oradan çıxan klientlər var, maşınları ilə gəlirlər. Onların maşınlarını elə dayanırsan orada, sağa götür çıx. Sən çıx belə, əlbəttə pullu işdir. Bəli, çəkib göndərərəm. Şəkili də çəkib göndərərəm sizə. Ona görə də, narahat olmayın, nə danışırsınız? Bəli, bəli. Sən nə qalsın, Mən də elə bilirəm, bir yaxdan məni milçəkçi işləyir, belə biləm. Yox, sizlə deyirəm, birazdan mən sizə zəng eləyərəm. Yaxşı. Yenə nə satırsan, Sənə deyim ki, bu dəqiqə qürura, vicdana, ləyaqətə o qədər pul vermirlər. Rəccəm indi ağzının üstünə sənin. Deyirəm, sən bu oyundan, buxundan utanmırsan, sən. Bir də ki, utanmamısan ki, bu gündə qalmısan, desən. Yox, sən can əsəbləşmə. De görüm, nə satırsan, Utqanı satıram. Utqanı? Hə. İncimə. Amma gedib Nabdar müəllimə deyək. Deyən görüm, hara gedirsən? Nə deyəcəksən, Deyən görüm, Yox, bu balaca olar. Başqa dik dur. Ay bir tane, harada qalırsan sən? Günəşdə. Hər gün metronla gəlmirsən? Hə. Olunmun ayağının altında, olunmunun qucağında, oradan düşsən, buran düşsən. İstəmirsən ki, sən bir rahat yaşayasan? Maşın almaq istəyirsən mənə? Ay, nə maşın ya? Ay, sən maşın alırsam, gərək pultlu maşın alam. Ki, onu kimsə belə pulla idarə eləsin. Gəl sənə belə, gəl o butqını satım sənə. Ayo, lazımdır. Ay, nə lazım? Pulun yoxdur, ipotekaya da salla. Yo. Görmürsən, bu balacadır. Ay, nə balaca, baxır kim üçün balaca? Oran sənin üçün saraydır, gəz öz üçün qutarmaz. Bildin? Vetirəmək bura. Ala. Nə varsan, Sən boyunu ölçürəm ki, Hə. vurub səni öldürəndə görüm ki, uzununa nə qədər qəbir qazmaq lazımdır. Mən də istəyirdim ki, atqaz eləyəm o birisi klienti sənə satam. Ay, sən düzəlmirsən, düzələm deyirsən sən. Git buradan, ged, Buna bax sən. Bir dəfə Hollywoodda, bir dəfə Hollywoodda. Bir dəqiqə gözümü yum. Gündüz, bilirsən ki, mən belə zarafatlardan xoşum gəlmir. Nə zarafatı? Yadıma gəlir, telefonda mənə qızıl üzüyü göstərir, nə tez-tez. Yadımdadır deyəndə ki, elə indi ona baxıram. Ay, sağ ol. Ona görə də bir dəqiqə gözümü yum. Demək ki, mənim ağlımda olan hədiyyəni mən almışam. Ayıb olar ki. Gündüz, bilsəm ki, boşu-boşuna gözlərimi yummamışam, bundan sonra sənin bütün səhvlərə göz yumacam. Gözü yumulu olanda çox danışırsan, Bir dəqiqə gözümü aç. Bax, bildim. Bildim ki, xoşbəxtlikdən ayağa duracaqsan. Gündüz, dolamırsan məni? Niyə? Həmişə mənə qızıl üzüyü göstərmirdin telefonda. Mən də ürəyim pis oldu. Şəkili çıxardıb gətirdim ki, hər dəfə telefonla megabayt işlətməyəsən. Gündüz, sən bilirsən bu şəkili neynə? Bir dəqiqə deyəm. Çox üzü istəyirəm deməmiş.
cümləvi davam eləmə. Ay, mən də bir yaxdan sizi axtarıram. Müdür hamımızı çağırır. Neyse Gündüz, sizinlə sonra danışalım. Nə oldu ha? Yenə nə oldu qızın xətrinə dəydi? Yadıma gəlir mənə, deyirdim, tez-tez qızıl üzüyü göstərir. Sən də deyirdin, dedi o şəklini çək, ver ona. Hə, deyildi. Hə, elə bildim. Küsü getdi. Ay, dəli olmuşsan, sən başın xarabdır. Ay, qunduz olub yerə girmişsən, sən. Bu nə şəkildə? Neyini mən əlimlə çəkəydim? Ay, bunu sibitini çəkdirərdi. Qızın da xoşuna gələrdi, bilərdi. Ağ qızıldı, yoxsa sarı qızıldı. Nə fərqi var səndəki? Ay, bax, yenə kasıblığı bildirirsən. Ay, sən onu heç bilirsən ki, ağ qızıl sarı qızıldan bahadır. Yaxşıdır, ağ qızıl, sarı qızıldan bahadır. Amma yox, indi qızılın qiyməti bilsən neçədir? Bilirəm də necə, sən bilirsən ki, ağ qızıl yarı qiymətə bahadır. Hə, səndən adam olmayacaq. Hə, gəl görmə, vay, vay, vay. Gəl, müdür çağırır. Ümumiyyətlə, bilmirəm, fikir vermişsiniz yoxsa yox, hər yerdə iş zəifləyib, mən razıyam. 2016-da, 2015-də şapma-şap toylar eləyirdik, o, bu, gəl götür, o vəziyyət deyir. Yağın razısınız mən. Amma bizdə lap zəifləyib, Zəifləyər də, Namdar müəllim. Neşə? Bir adam ki, həm parkovkada maşınlara baxanda, həm də manqalda kebab bişirəndə biri olacaq da. Onun nə dəxli var, bura? Nə tər yəni nə dəxli? O gün parkovkada müştəri çıxardıb buna 5 manat verib. 5 manat. Bu da güya xırdası olmayıb. Lavaşın arasından buna bir lülə verib. Elə olub. Ay, Gündüz, sən deməmişəm ki, o ətin üstün əməlli ötkünən milçə zad yığışmasın. Mənə deyirsən milçək? Bura gəlmişik problem həll eləməyə. Problem yaratmağa gəlməmişik. Namdar mənim, çox-çox üzr istəyirəm. Problemin biri elə mütəllim. Nə vaxt baxırsan elə ortalıqda gəzir. Müştərilər də bunu uzaqdan görəndə fikirləşir ki, bu restoranda ancaq elə kiçik toy eləmək lazımdır. Elə ona görə də müştərilər qaçır. Gündüz müəllim, günahkar axtarırsınızsa, ən böyük günahkar elə sizsiniz. Ofisiantların əlindən çivoy alırsınız, motivasiyasını öldürürsünüz. Namdar mənim, onu eləyənin çox-çox üzr istəyirəm. Bura bax, sögür-sögürməyə tələsmə. Birdən ola bilər fikirli olarsan, almış olarsan. Yox. Eləmə eləmçi şey. Bunlar heç biri böyük problemlər deyil. Hamısı həllini tapan məsələlərdir. Mənə lazımdır ki, ümumi vəziyyətdən çıxım. Ümumi vəziyyətdən də çıxmağa həmişə pul lazım olur. Pulsuz nətər çıxmaq olar vəziyyətdən? Pul da hardadır? Banklardadır. Buna görə utanmam da deməcə, elə zamaniyə gəlmişik ki, arvad içərinə etibar eləmiş. Mən başa düşürəm, yox da deyə bilərsiniz. Amma biraz mənim öz adıma kredit düşürdü, mən gelib götürmüşəm 100 min. Neçə ayda elə maaşları da oradan həll eləyirəm, müəyyən rəsxodları qarşılayıram, o pulda qutarım. Deyirdim, imkan olardısa sizin adınıza kredit götürərdim. Bəyin adıma götürdün, ha? Namdar mənim, çox-çox üzr istəyirəm. Problem yoxdur. Mənim adıma götür. Mənim də adıma götürə bilərsiniz. Yox. Burada ən yaxın mənəm. Uşaqlıqdan sinif yoldaşıyam. Problem yoxdur, mənim adıma götür. Halal olsun sizə. Sizi belə görürəm, kövrəlləm. Prosta fikirləşirəm, nətər eləyim, kimin adına götürürüm. Ataların bir yaxşı misalı var. O elə sözlə desəm hörmətsiz görünür. Qoy əməllə göstərim. Çox üzr istəyirəm. Oy sən tut qızım. Bunu ver ona. Sağ. Mütəllim hə. Ağır döyür. Bu yaxşı deyil, ağır deyil. Bu da özün tut. Allah özün tutsun. İndi çox xahiş eləyirəm. O qırın hamınız. Qır. Mi? Hətta bu qırandan sonra mən neyim, mən qırmış kimi varam. Yox, qır da, qır. Görün mən. Gördünüz, hamınız boyu rahat qıra bilirsiniz. Şimdi mən bunları, bu çubuqları toplu şəkildə verirəm sizə. Aynur qızım birinci sən yoxla, gör boyu qıra bilərsən. Qıra bilmirsən, ver mütəllimə. O qıracaq, bu qıracaq. Bir bura görüm.
Yox. Qocalmısan, qocalmısan. Qırılmadı. Baxın, heç kim qıranmadı ki. Baxın, Qırdı. bir hərəkətə. Namdar müəllim, mən o anekdotu bilirəm. Onun axırında söyüş var da. Çox üzr istəyirəm. Nə əcəb qırdınız? Yox, yox. Bu o anekdota görə mən bunu eləmədim açığı. Çox üzr istəyirəm. Hə, yox, mən bunu niyə elədim? Mən sizə sübut eləmək istədim ki, siz tək-tək heç kimsiniz. Hə, baş sizə, hər özə uzağı 10.000 pul verər. 10.000-dən çox verməz. Bir şəxsiyyət vəsiqə bir iş yerin yoxdur. 10.000 də. Bunun nə yoxdur ki? Amma sizi bir yerə yıxsan, Sofiyanı da qoşsan bunun gözünə, Elnuru da qoşsan bunun gözünə, Nurayı da qoşsan bunun gözünə, hər özə 10.000 bu gəlib çıxır olur 100.000. Nə olur? Mənim işim aşır. Başa düşdünüz? Ona görə yəni deməyim odur, güc bir yerdədir. Basım götürüm hamısının adına kredit. Problem yoxdur. Namdar müəllim çox üzr istəyirəm. Hə? Gözüm. Beləncə qalxmalıdır iş. Halal olsun sizə. Fəxr edirəm sizin kimi əməkdaşlarımız var. Gedə bilərsiniz. Çox sağ olun. Sağ olun. Müdür belə olar ya. Nətər bu hamısını inandırdım. De 11 nəfər bunlar olsa 110.000. 10.000 elə belə götürən kimi Sofiyaya verim. Deyim ki, mən həmən güya işdən qaldı. O nəyinə lazım məişim nətər gedir. Qalan 100-lə də firmaları bağlayayım. Sonra da özümün çarı taparam. Ay qız, hə, Zenfiranın qızının toyu idi. Kül onun başına. O vaxt əmim oğlu onu istəyirdi Seymur. Getmədi ona. İndi Seymur taksi sürür. 16 saat özü bez müxadnoy. Pula pul demir. Mama, Seymurun həyatı da həyat deyil. Yazıq gün görmür. Sən elə bilirsən çox işləyən çox qazanır. Ay qız, güya indi getdiyi oğlan nədir ki? Bütün günü xaricdədir, heç evdə tapılmır ki. Mama, nə deyirsən? Başa düşmürəm. Televizorun kodunu alın. Kanal dəyişim. Ay qız, mən sənə söz deyirəm. O qız 2 aydan sonra boşanıb gəlib anasının dizinin dibində oturmasa, mənə nə deyirsən de. Nə deyirsən? Mənə deyirsən? Hə, Zenfirəyə deyirsən. Mama, nə deyirsən? Başa düşmürəm. Bəlkə paltarı niyə bura qoymuşam onu deyirsən? Hə, əzizim, sən biraz gözlə, mən səni indi birazdan zəng eləyəcəm, yaxşı? Əlimdə işim var. Hə, yaxşı oldu. Sağ ol, sağ ol. Sən nə dili bilməz uşaqsan? Sən atan o qədər pul töküb sənin üçün müəllimlərə, o cürdə bahalı məktəbdə səni oxutdurur. Bir də bədən dilinə olan şeydə başa düşmürsən sən? Mama, bizə məktəbdə ingilis dili keçirilir, bədən dili yox. Nə demək istəyirsən indi də gələn dəfə də yadımda qalsın. Mən deyirəm ki, atava zəng elə deyinən ki, 8 manat mənim kartımı açsın, gedək qaza pul vuraq. Mama, sən bu cümləni 2 işarə ilə demək istəyirdin. Sən bunu sözlə dedin, mən yenə başa düşmədim. Bir də qaldı işarə ilə. İndiki uşaqlar belədir də. O vaxt mənim anam bizə bir dənə gözü ağardırdı. Onun gözünün ağarmasının faizi ilə mən bilirdim ki, o mənə nə demək istəyir. Dur ayağa, dur. Dur, yer get, dərslər elə. Özüm zəng eləyərəm Namidara. Niyazi, adam var, o sögürsən, pis təsir eləyir. Adam var, o sögürsən, rəngi allanır. Amma adam var, o sögürsən, elə bil ki, salam verirsən, normal qəbul eləyir. Bax, sən o adamlardansan. Neçənci dəfədir mən sənə zəng eləyirəm, telefonda deyirəm ki, mənim pulumu get qaytar. Get qaytar da mənim pulum, mənim qardaşım. Ay, sən nə danışırsan ya? Ay, Ukraynanın Dünya Bankına olan borcundan miyə nə ya? Ay, mənim pulumu get qaytar, Ay, yoxdur mənim heç kimə borcum, yoxdur. Bir də oğlan deyəməz ki, Namidarın ona 1 manat verəcəyi var, bancılardan başqa. Niyazi, sənlə belənçi söhbət elim də, qulaq as. Qulaq as, qulaq as, mənə. Gör sən nədir? Alo, ad boy verdi bu. Qorxusundan ad boy verir, deyəsən bu. Dirəmişəm tipiki alacam. Hörmətli abonent, sizin nömrəniz borcdan bağlıdır. Gələ. Bir dənə də borcum bura yarandı. Mən də başımdan böyük danışan kimi borc üstünə gəlir.
Müəllim olar. Gəl. Namdar müəllim, sizə bir dənə yaxşı, çox üzr istəyirəm, bir dənə pis xəbərim var. Yaxşıdan başda heç olmasa, biraz əhvalım düzəlsin, sonra pisi deyərsən. Dinə. Deməli belə, bu gün restoranımızda 4 dənə toy var. 4 də? Bəli. Sevinəndə boğazım gizşir, boğulub öləcəm. Nəyə heç ki sevindirmir. 4 də. Allah səni saxlasın, Allah başından dönsün. Qulaq asın. Bizim 4 dərzalımız yoxdur, axı bizim 3 dərzalımız var. Bax, o pis xəbər o idi, mənə qabaqladınız. Nə qabaqladın, ne? Qoysan, görmürsən, bizim 3 dərzalımız var, nə tək 4 dənə toy olur? Narahat olmayın, həll eləmişəm. Müştəri məndən endirim istədi, dedim aşağı eləyərəm. Bu qışın soğuğunda çıxarmısan onlara həyətə furşetləri şatlıq sarayadı ilə satmışsan onlara. Fantanın qırağın, hatta onu bölərlər, onlar. Namdar müəllim, narahat olmayın, həll eləmişəm. Elə bil ki, 2 dənə toyu çox üzr istəyirəm, bir dənə zala salmışam. Halaldır sən. Sən halaldır. Onları bir yerdə toy eləməkə razı sala bilmisənsə, sən halaldır. Sən premiya yazsan bax, 20 manat. Çox sağ olun Namdar müəllim. Amma deyirəm, Namdar müəllim dərdlə gələndə qoşunla gəlir də. Nə oldu gənə, nə oldu? Bu eyni zalda olan toy yoxdur. Oradakı bəy o birisi gəlinə vurulub, aləm deyib bir-birinə. Qulaqası qarışdırdım mən. Orijinal burada toy eləyən. Aha. Ağaracaq. Acıqdır. Yox, səviyyəsizlik eləyər o gedə. Oğuz elinə salamlar olsun. Sən adın dayandırdı, amma özü bamsı beyrək kimi aparırsan. Əla dediniz amma. Yaxşı dedim ha. Amma sən yalandan gülürsən ha. Mən əsl istəyən adam odur. Bu gülməli şey olsaydı o da gülərdi. Bax gülmə. Ay, sizdə günah yoxdur. Günah məndə ki, əddinin nə işə qalıb? Mən də gəldim maaşat xəbər verim, gülürsüz mənə. Oh, bir gündə 4 dənə toy deyirsən, soy mənə gündüz deyib. Demirsən, bu bəyin o birisi gəlindən xoşu gəlib. Onun Çox üzr istəyirəm. Mən Namidar müəllimdən heç nə gizlətmirəm. Deyib, o da deyib. Problem barədə də məlumatım var. Bu saat qanım qaradır, bıçaq vursun məndən qan çıxmaz. İstəyirsən vur yoxla. ay, hər şeyi düzəltmişəm, mən. Ay, mən öyrəndim ki, o bəy 3-4 dəfə evlənib. Hansı? Bu zalda orijinal toy olan. Hə. Dayan. Xoşuma gəldi bu. Bu gəlində 2-3 dəfə ərə gedib. Bu gələn qız. Gələndir. Mən getdim, yaxınlaşdım o bəyə. Dedim, ay, sən bunu tanıyırsan, yanında oturan gəlmir. Dedi, yox. Dedim, bəs nətər öyrənirsən buna? Ay, dedim, görmürsən, aralı oturmuşuq. Bir dənə hörmətli oğlan olub deyir, bəy deyir. Məndən xahiş edirlər ki, puluna gəl oturmanın yanında. Dedi, vallahi mən xahiş edib oturmuşam. Gəldim bu birisi gəlinin yanına. Dedim, ha, bu oğlanı sən tanıyırsan. Dedi, yox, mən elə belə Türkiyəyə gedəcəydim. Prosto. Alınmayıb bari. Yox. Dedi ki, elə qol məğrəbə qoy görsün ki, mən toy eləyirəm. Ha, kimə gəldi gedir? Hə, kimə gəldi gedirəm. O görə dedim, az, bu da kasıb oğlandı, pulla oturub, o birisi bəy. Elə səndən xoş edib, gəl sənə belə ona razılaşdılar. Ay, hələ mənə çaya buldu, verdilər. Hansı hərəkətlə görə? Mahnı oxuqdu baxıb orada. Bir abırçılıq eləmsən genə. Ay, yox, ha, xoşlarına gəldi, oynadılar. Qardaşım, bu ceyranı hardan almışsan? Yalvara, tora salmışsan. Hinini. Mən belə başa düşdüm ki, belənçi adamlarla, bu kollektivlə mən uzağa gedə bilmərəm. Mən Luçi, sizi çıxardım işdən. Yerünüzə normal adamlar götürün. Normal məclislər yazın burada. Bir dəfə Hollywoodda. Sən knopkanı vur oradan bak açılsın. Sən niyə düşürsən ki? Şun benzin vurum da. Mən özüm də yükləyə bilirəm benzini. Siz qadınları başa düşmək olmayır. Gah deyirsiniz qoymayın xanımlar əlin ağdan qarıya vursun. Gah da kişilərin günün ağ-qara eləyirsiniz. Az otur xanımlığı elə də. Xanımlığın bura nə dəxli var axı? Dəxli çoxdur. Dəxli odur ki, qadın benzin vurmaz. Namidar, xətrimə dəyməsən, sən çox köhnə fikirdə qalmısan. İnternetdən bilirsən nə oxumuşam? Gender bərabərliyini qorumaq lazımdır. Mən də bir qadınam. Sən mən bir qadın kimi çox sıxışdırırsan. Sıxışdırmaq? Sən bir də özünə kənardan baxsan,
Keçmə üzrə. Görərsən ki, mən ümumiyyətlə sıxışdırmaq sözün yığışdırmışam ha. Sıxışdırmaq nədir? Mən unutmuşam o şeyi. Namidar, o vaxtda da mən maşın sürmək istəyəndə sən istəmirdin mən maşın sürüm. Bu söhbət çox uzanacaq. Düş, benzini vur, nə tər istəyirsən eləncə eləməyə dəxli yoxdur. Düşə. Az ona. İşləyəm, nə olur? 8 manat mənim kartımda pul yoxdur. Hardan atım mən sənə 8 manat? Mən 8 manatım var. Avtoba kartımda yoxdur. Sən Allah'ın dostu. Mən maşınıma benzin tökmürəm, öz maşınıma. Mən metro ilə gedib gəlirəm ki, mənim xərcim çıxmasın. 1 manat o elə 1 manat yana. Adı olsun 60 qəpik ilə metro 60 qəpik. 60 qəpik ilə 1 manatın arasında nə qədər var ki? Bir dənə adam keçirdirəm yerimə, olur 1 manat 20 qəpik. İndi mən onun söhbətini eləyirəm. Müdür gəldi, sağ ol. Sağ ol, sağ ol, sağ ol. Siyah, yüklədim benzin hamısını. Gördün? Özüm doldurdum, Heç zapravşka imkan vermədim kömək eləsin. Halal olsun. Mən deyirəm də, bu qız tankdır. Bu qız beterdir, beter. Xodda sür gerək çataq şey. Niyə xoddan var? Çataq xoddan. Nə tökdün ora? Benzin. 92, 95. 92 nə deyir? Mən 97-ci il təvəllüdəm. Utanmırsan mənə çox yaş verirsən. Az 92, 95. Benzinin növləridir. Deyirəm, hansından tökdün? Bilmirəm, düşdüm aşağı soruşdum ki, ən ucuz hansıdır, dedilər dizel. Demək ki, dizel tökmüşsən. Danış dana lalsan. Demədin danışma, demə dizel vurmuşam. Batdıq. Yağmur oldu hesab. İndi nə olacaq? Bir dənə taksi ekonom. Sən işə, mən də bu lay götürürəm evakuatorun üstünə, Allah qoysa roverləndə. Otururam orada ki, motor yığılsın. Taksini biz neşvur. Hə, buradan bizi. Bir gün haranı asmışam ancaq o yazıb ha. Bu şəhərdə qurban. Bu şəhərdə qurban. Bu kim çəkib qoyub belə şeyi? Bu nədir ya? Neyinirsən? Dağıldı da, hə? Sən ayaqqabıları nə üçün bura qoymuşsan, Xarab elədin bütün ayaqqabılarımı. Mən aldığım ayaqqabıları. Nə minnət vurursan, Pulunu sən vermiş ola bilərsən. Amma əziyyət çəkib mən gedib alıb gətirmişəm. Yox, düz. İşin ən çətinin sən görmüsən, ha. Düz. Ayaqqabı olar bir də, 2 də. Sən maşallah elə bir qırıq ayaqsan. 40 dənə ayaqqabın var, nə olur? Namiqar, mən bütün günü ora-bura tədbirlərə gedirəm. Eyni ayaqqabını ikinci dəfə eyni tədbirə geyinə bilmərəm. Pis o. Mənə gülərlər, Kim gülər, ha? Padruqalarım. Padruqaların? Əgər o padruqaların sənə gülürlərsə, deməli onlar heç padruqa deyirlər. Onlar sənin düşmanlarındır. Çünki dost başa baxar, düşmən ayağa. Namiqar, sən qocaldıqca lap deyingən olmusan, Bu nədir köhnə kişilər kimi misal çəkirsən? Ujuz. Get-gedə atama oxşuyursan. Mən nə varsam sənin atına oxşamayarım. Sən atındakı rahatlıqdan heç ortopedik döşəklərdə yoxdur, inancın əmməyə. Qulaq as. Bu ayaqqabıları geyinmirsənsə, çıxardaq bunları qoyaq saytda sataq geçsin. Neyinirsən satıb? Sataq, bunun puluna gedək ehtiyacı olan ailələrin uşaqlarına hər şey deyən ayaqqabılar bağışlayaq. Ay Poncik, bəsdir də. Savab qazanmaq istəyirsən öz ayaqqabılarını sat. Mənim ayaqqabılarımla işin olmasın. Mənim ayaqqabım var. Mən bir dənə bu damaşın kimdir? Bunları da evdə idi, gətdim atdım bura. Bir də o gördüyüm qara ayaqqabımdır. O da mən yayqış geyinirəm, üstü setkalı. Mənim ayaqqabım yoxdur ki, başqa satım. Dəqiq başqa yoxdur. Bir də o futbola geyindiyim şeyləri, o da stadionda götürürəm hər dəfə 2 manata. Gözümün deyir ki, o stadionundur. Yaxşı, Namidar, sən get çay qoy üstünə.
Mən də bunlardan bir iki dənə yuxarı aparım. Burada yapar. Mən çay qoyum da üstünə çay. Mən çay bilirəm, üstünə çay qoyum. Tez ol. Mən ancaq üstünə qoya bilərəm. Çay yox. Nədir bu? Görüm bu sona nə istəyir bu sona? Əsas atıb bu mənə. Ay Namidar, nə vaxt gəlirsən? Ayaqqabın da cüzünü bey. Amma bunun yoxdursa, ev yoxdur, sən mənə görə narahat olma. Nəsə lazım olanda uşağı deyirəm gedib alır, onsuz da mən heç yeri getmirəm ki. Hə, axşam tez gəl, dadlı yemək pişirmişəm. Həyat tali elə bilməm, qəssimə durub. Mənə vicdan əzabı çəkdirib öldürmək istəyir. Sən elə ölsən yaxşıdır Namidar. Ömür boyu düzgün yerə öz sevgimi vermədin. Ponçik. Gəldi ömrümün mənası, həyatımın kraliçası. Adından ünləmi, nə hazırlayırsan yeyək, ha? Namidar, mən nə bişirəcəm sənə? Sifariş verək yeyək də. Özü sən min dəfə demişəm ki, mən yemək bişirəndə, qab yanda mənim dırnaqlarım korlanır. Heç elə nəşə qışqırsan ya. Onda pizza sifariş edək, pizza yeyək, ha? Kalbasalı pizza yeyək. Yaxşı, gedim otaqda telefonu götürüm, sifariş verim. Pizza. Hə, olsun pizza. Mən nə deyirəm, mən də pizza deyirəm. Şu qapağıdır bu. Onu da sən gətirərsən. Ha, bu saat gətirirəm. Hə, Emin. Oo, Namidar müəllim, xoş gördük. Yenə nə problem var? Ha, problem nə qədər istəyirsən, en qədər. Mənim vəziyyətimə bax. Dəl üstən aşağı bax mən. Bax, belənçiyəm mən. Demək, pipamla calaşdır da, Emin. Roma papası? Hə, zəhmət olmasa nə olar? Mən Roma papası ilə calaşdırarsan, günahlarım var. Gedib ondan əfv eləyəcəm o rişotkanın qabağında. Onun əlaqə nömrəsi yoxdur axı məndə. Səndə olardı ki, onun nömrəsi, Emin. Kimlə tapa bilər? Başın xarabdır sən. Öz pipamla deyirəm də, süni intellektlə calamırsan. Göndər, Sofiqilə göndər, Sofiqilə buradayam. Keçən dəfəki yerə gəlsin. Bir dəfə Hollywoodda, bir dəfə Hollywoodda. Ay salam Mələkə. Salam mütəllim. Ay maşallah, bax, xoşum gəldi. Xoşum gəldi. Bax, işləyirsiniz. Görürsən, işləyəndə yaxşı olur. Və təmizlik gözəldir. Hə. Necədir vəziyyət? Alver gedir? Ay mütəllim müəllim, öz-özünə alver gedir bəyəm. Alveri biz yaradırıq da. Hə, bura bax, sən şairlə söz güləşdirmə. Şair? Bu da yeni istedaddır mütəllim müəllim deyəsən. Cahil adamsan da, dünyadan xəbərin yox da. Bir kitabda da oxu, heç olmasa bir şey bil də. Bil ki, Təllim Uzqarlı kimi bir şair var, gör nələr yazıb. Uzqarlı təxəllüsünü siz özünüz götürmüsünüz. Çünki bunu başqası desə, üstünə bəş zarafatı var. Hə, mən ağıl danışma. Götür telefonu, çək məni. Təzə şeirlərim var. Yaxşı, yaxşı. Deyən görüm, hara qoymuşam. Hazır. Hazırdır? Bəli. Çək. Deyən görüm, harada çəksən. Bax, şeir belə adlanır. Mütəllimin təkəri. Deyirlər ki, etibar yox dünyada. Keçmişini salırsan hər gün yada. Balıqların şahı ölü bir dəryada. Sən də durub axtarırsan nökəri. Hey fırlanır mütəllimin təkəri. Aydın, sənin qorxuludur gözlərin. Get nazını çəksin öz əzizlərin. Mənə keçməz şirin-şirin sözlərin. Mən dünəndən tərgizmişəm şəkəri. Hey fırlanır mütəllimin təkəri. Necədir? Yaxşıdır müəllim, əladır, çəkdim. Hə. Müəllim, buna oxşar şeir var, TikTokda da verirlər, ömrün təkəri. Hə. Bu şeir də o şeirə oxşadı. Hə, yazırlar da, mənim yetirmələrim də, qoy yazsınlar da, qoy olsunlar şair. Siz o Qərənfil xalanı da tanıyırsınız? Qərənfil kimdə? TikTokda söyri, ördəyin oğurlayıblar. Ördək?
O yaşılbaş ördək. Valla başının rəngini bilmirəm. Kimsə onun ördəyini oğurlayıb. Əgər siz onun ördəyini oğurlamısınızsa, aparın qaytarın, yoxsa söyəcəyik sizdə. Nəli? Hə, boş-boş danışma, nağıl danışma burada. De görüm, video neçə nətər çıxır. Yaxşıdır. Deyir, bax. Deyirlər ki, etibar yox. Mütəllim müəllim, bu dəfə bunu paylaşaq. Qışda da birinci çəkərik, adın qoyarıq mütəllimin qış təkəri. Həl olar ha, həl olar. Yaxşı, gedişinlə məşğul ol. Bir dəfə Hollywoodda, bir dəfə Hollywoodda. Gözəlim. Axır ki burada qovuşmaq bizə qismət oldu. Qəbra. Nəmidər, bugünü xüsusi qeyd eləmək lazımdır. Bıraq. Sənə sürprizim var. Hə, sürpriz, nə sürpriz? Gəl, polis cinayətkar oynayaq. Mən polisəm. Əgər sevmək cinayətdirsə, mən cəzamı çəkməyə hazıram. Mən cinayətkaram, tutun məni. Onda bağlayıram. Bağla. Beş bağla, polis. Narahat olma. Kimdir? Bilmirəm. Bax, gör də kimdir? Gözdə baxım. Ərmin işin bağladı, ne be? Namidar qardaşım. Qardaşım? Hə. Çox da aç da, əlimi aç da. Onu açmaq üçün gərək mətbəxdən gəlib bıçağı götürüm. Git götür, açaq da mıydı? Axı getsəm qardaşım məni görəcək. Ben ondan neşin bağlamışdım mənim əlimi belə. Bilmirəm, aç baxın. Sən bir dənə sakitləş. Sakitəm də, sakitəm. Mən bir dənə qapını açım, sən burada səsini çıxartma. Yaxşı da, yaxşı, get baxsın. Gözdə gəlirəm. Kül başı var, Namidar, kül başı var. Sənin başına nə gəlirsə haqq olur. Sənə gəlib yad qızın önündə əlini bağlatdıran yaşındır. Qaqaş, sən nə yaxşı bu vaxtı gəlmişsən? Buradan keçirdim, yorğunam dedim, biraz uzanım. Yaxşı elədin. Qutqanın sənin, soyuq deyil? Maşında qoymuşam. İstəyirsən qutqabı geyinsən mətbəxdə, otur, sən bir dənə qəşəng çay gətirim. Yox, yorğunam, biraz uzanmaq istəyirəm. Onda ayaqqabılarımı çıxart gəl. Yaxşı. Hə. Bir dənə. Kimdir? Bunun nə işi var burada? Mənə nə qədər güc tətbiq elə sözlə mən heç nə danışmayacağam, üstümə gəlmən. Qaqaş, mən neçə ildir səndən bir şey gizlətmişəm. Nəyi? Nəyi gizlətmirsən? Tez ol deyə başım xarab olacaq. Doğrayacam bu saatlarım bunu burada. Doğru bu. Eləmə. Yarlı quzaq canavar. O bizə canlı lazımdır. Kimə? Bizə? Bizə nə da? Yəni kimə? Bizə nə da? Bunlar kimi yeni məsələlər. Mən gizli agentəm. Agentə bax. Bu naməlum şəxs də vətən xainidir. Bunun başını alladıb evə gətirmişəm ki, sorğu-sual eləyim. Danışdırmısan? Yo, ne imkan verirsiniz mən də danışaram. İndi öz aranızda bölürsünüz. Elə düz gəlmir axı. Sən sus satqın. Satqın? Yox, hələ danışmayıb. Mən qoymaram bacım işi batırsın. Sof sən çıx. O birazdan öz hər şey bülbül kimi ötəcək. Yo, getmə, burada olsun. Necə yəni getmə? Sənin mənim bacımda gözün var? Acıb da. Mən deyirəm ya özüm hər şeyi danışım da, açım danışım da. Pis oğlana oxşamır da, görsən mülayim adamdır. Hər şeyi danışardım da mən. Sən xoşluqla danışırsansa, deməli yalan danışırsan. Bu Ağa Mirzə deyib də, bir adam yalan danışırsa deməli yalan danışır. O məsələ deyil bu. Sən çıx. Bunu danışdırmağın bir dənə yolu var. Sadəcə sənin yanında ayıbdır. Yox, mən bir əlimi açardın. Bu özü də nabələt deyib, mən başa salardım da o. Qardaşım, bir də... Yox, elə bir də, bırak, üzbə öz danışaq da, üzbə, ana. Bir dəfə Hollywoodda, bir dəfə Hollywoodda. Hani bu gəlib çıxmadı, bu. Emin deməyə dolu yeri pulumu alır, vaxtından o göndərmir. İtlər ölür, gəlini deyəsən.
Apfa, gəl çıxdan ha, gəl çıxdan ha. Ürəyim yerə düşmüşdü, elə qorxmuşdum ki, ta səni bir də itirdim mən. Heç sağlığımda məni itirməkdən qorxmazdım. Elə o vaxt uşaq idim, ağlım kəsmirdi, indi ta böyücümüşəm, va. Bilmiyorum nə var, nə yox. Haradaydın, niyə itmişdin? İtməmişdim, qonşumuz var idi, hə? Famil. Hə, o bərbərxanada işləyən Famildə, ay sağ ol, yadımdadır. Ay sağ ol. O ölüb, düşüb bizim qrupa. Mənim də o vaxt ona borcum var idi. Kantovkamı düzəldirib pul verməmişdim. İndi məni axtarır. Kantovkanı bu 5 manata düzəldir də. İndi nə olur, nətər eləyim mən? Burada ona 5 manat göndərmək olur, verim, apar ver onun pulun. Narahat olma. Aramızda qalsın, bəlkə özüm qayıtdım o yana. Ay baba, elə şey olur. Sən də laf mədə tıqqılı uşaq yerinə qoymusan. Düzdür, indi övlad valideyn üçün həmişə uşaqdır. O nə qədər böyüyəcəksən böyüyəcəyi, sən valideyn üçün həmişə uşaqsan. Amma sən deməyə mutfilm danışmadan, sən rüzgü danışırsan, necə? Aya ciddi deyirəm. Burada bir nəfər tapmışam, deyir yuxarıda tanışı var, düzüb qoşub göndərə bilər. Ay qutar, ay baba, elə şey olur. O bəzi falçılar kimi oymuyor, gətirir, bəxtin açır, güya qabağa çəkir, özü 93-ün çeşkasından çıxan verir. Sən eləncə adamlardan uzaq ol, Deyirsən aldadar məni, bəs mən Famildən hara qaçım? O, əlbəttə aldadar şey. Sən şey elədin, mən Familin oğluna burada 5 manat verərəm, bir tər haqq hesab eləyərik oyla, sonra o atası ilə özü danışar da, sən onu deyəcək oğluğa verib də. Hə, əla olar. Onda sən pulu ver, mən də bura gələndə Famil kişi ilə gələrəm, halallaşarım. Eləyər yox. Gör nə deyəcəkdim? O qədər gizgit şeylərdən danışdıq, öz dərdim yadımdan çıxdı. Nə deməyə gəlmişdim, niyə çağırtdırmışdım, heç bilmirəm mən. Amma sənə deyim ki, xırda məsələ də olsa kövrətdin məni. Sağlığımda çox şey eləməsən də, əsas odur indi qayğıma qalırsan. Sağ ol bala. Bu elə şey demək. Saat mən də ağlayacam. Ağla, ürəyin boşalsın. Bir də çalış elə yaşa ki, uşaqların sənə sağlığında qiymət versin. Eşitdin? Sağlığında. Verəcəklər bu saat. Hollywood Sarayın baş sponsorluğu, Roverland'in sponsorluğu ilə bir dəfə Hollywoodda serialı bitdi.